Salam. Salam aleyküm əziz dostlar. Umarım ki yaxşısınız. Bu günləri bir yarım dəqiqədə bir bərnaməni təbliğat edeyim. Əziz dostlar, Türkiyənin bir televizyonu var, CNN. Salam əziz dostlar. Lütfən bu CNN televizyonunun, indi ki mən sizinlə danışıram, bu zamanlardan biraz qabaqdan, bir saat qabaqdan başlayın, baxın. Əksər bunun bir bərnaməsi var, adı tarafsız bölgə. Məntəqəyi bitərəf, ərəbcə olar, farsça, ərəbcə olar, məntəqəyi bitərəf. Tərəfsiz bölgə. Burada çox gözəl, aleykümselam dostum, sağ olun, var olun. Burada çox gözəl mövzular gedir. Həftədə bir neçə gün böyük stratejistlər, generallar, səfirlər gəlirlər burada. Rusiya ilə Ukraynanın savaşı nəxşənin üstündə analiz edirlər. Və biz bunu öyrəşməliyik. Yəni, əslində burada bu kanalda biz dərs oxuya bilərik və bunu düşünə bilərik. Onun üçün dostlardan xahiş edirəm ki, bu bərnaməni internetdən də görə bilərsiniz. Tarafsız bölgə deyə yazsaz, taraf, tərəf deyil. Bizim illət bu içi biraz da türkünü oxuyamırıq. Buna görədir ki, biz fars və ərəb ləhcəsi ilə oxumağa çalışırıq. O halda ki, türkçədə biraz fərqlidir. Hər halda tarafsız bölgə yazsaz, internetdə də bu bərnaməni tapa bilərsiniz. Çox gözəl bərnamədir. Amma Hünəricən kitabından ki, 2000-3000 il bundan qabaq yazılıbdır. Onun farscası, tərcüməsini oxuyuruqdur. Çox əl-apar biçini Həsən Həbibi rəhmətlik və indi onun 8-ci fəsilinə başlayırıq. 105-ci səhifədə yox. Bu günləri bu 8-ci fəsli oxuyacaq, bizim də dərdimizə dəyər. 8-ci fəsl 9 dana mühüm amillərdən ki, dəyişkəndirlər. 9 dəyişkən desək, mütəğəyyir dəyişkən. 9 dəyişkəndən danışsaq ki, bunlar dəyişəcəklər, onların üstündə bəhs edir burada. Söntöz o kitabı yazan ki, Çinlidir, deyibdir ki, به طور کلی به هنگام استفاده از نیروی مسلح سنت این است که فرمانده کل برای بسیج مردم و جمع‌آوری ارتش از hakim فرمان میگیرد. Sünnət savaşlarda budur ki, o zaman ki bir məmləkət savaşa ya difaya girir, ordunun başçısı millətdən və ordunu savaşa hazırlamaq üçün əvvəl gərək ki, məmləkətin siyasi başında olan ən siyasi yüksək məqamdan icazə ala, izin ala ki, mən savaşa girim, ya yox, biz neyniyək? Düzdür ki, indi Güney Azərbaycan müstəqil deyil, dövləti yoxdur və orada bir siyasi başçı yoxdur ki, gedək ondan icazə alaq. Amma biz çalışmalıyıq ki, hizbilərimizi bu mövqeyə gətirək. Yəni, biz hizbilərimizi dəstəkləməliyik. Panfarsizmin və Azərbaycan ziddi insanların təbliğatına baxmayaq ki, bizim əhzabımız, hizbilərimiz, partilərimiz əslində ya firqə deyirik. Türkcəsində bu firqə sözünü işlətmişik. Bizim firqələrimiz, məsələn, nə iş görürlər, nə iş görmürlər. Biz gərək onların arxasında duraq, onların dalısında duraq və bu hizbiləri himayət edək, ta bunlar eləyə bilsinlər, bir iş görə bilsinlər. Bu bizim indiki mərhələdə işimizdir. Dövlət qurandan sonra da dəyişiləcəkdir. 2. Nəbayət beruy zəminə pəst ordu zəd. Pəst yəni əşağa. Əşağa ya cola deyirik türkcə. Cola yerdə ordu vurmazlar. Neçə dəlilə? Bir dəlili budur ki, yağış sel gəlsə, gələr səni götürər aparar. Və bunu olar, ordu dəyər bir-birinə. İkincisi budur ki, məsələn, Təbrizə diqqət buyurun dostlar. Təbrizin iki tərəfi, Təbriz bir dərəd əslində. Təbriz düz yer deyil. Hər tərəfi dağdır. Yəni, üstü olan adamlar ki, dağda olalar, əşağıdakılar əzəllər apararlar. Çünki onların belə yerinə sürünə də geçsələr, yenə də o dağın başında olan görər. Bunun üçün düz deyil, o cür bir yerdə savaşa girmək ki, düşmən ayrı yerdədir. با متحدان خود در زمینی که مستعد ارتباط است مجتمع شوید. İki dana burada mühüm bir şey deyil. Biri müttəhidlərdir. Rusiya kimi bir əbərqudrət belə Ukrayna həmlə eləyəndə təhcanına həmlə eləmir. Amerika istir Ukraynadan köməklik eləsin. Ukrayna təhcanına orada savaşda deyil. İran, Belarus və bəzi məmləkətlər, o cümlədən Çin,
ehtimalən bilmirəm Kuba ya var ya yox. Bunlar Rusiyyənin yanındadılar. Rusiya təhqir almasın deyə. Bu tərəfdən Suriyə də onun yanındadır. Əlbəttə bu da yadımdan çıxmasın deyim. Çünki indi Suriyədən çoxlu mozdurlar ki, muz da alırdılar. Mozdur yəni muzdalanlar. Farsda bu kəlmə yoxdur. Mozdur türkcə sözdür. Farsca deyil çünki mozdu almaqdandır. Farslar mozdu demirlər. Müzdə almaq demirlər. Biz müzdə almaq deyirik. Bir yol. Farslar deməzlər. Məsələn, mən bu günləri, məsələn, sənin muzdun neçədir deməzlər. Amma biz deyirik bunu. Məsələn, muzdun neçədir, neçəyə işlirsən. Mənim muzdum bir belədir. Bu türkcədir. Biz də əgər istiruq dövlətimizi quraq, əziz dostlar, hətmən gərək özümüzə müttəhid tapaq. İkinci Dünya Savaşından bu günə qədər ki, hüdudən 76 il keçir. 76 ildə 150 məmləkət müstəqil olubdur. Dövlət qruplar. Və inanın mənə ki, bu 150 məmləkətin heç birisi vəziyyətləri qabaqçı vəziyyətdən pis deyil ki, çox yaxşıdır. Çünki istiqlal daha çox rifahı, əmniyyəti, gücü çoxaldar, iqtisadi gücləndirər. Buradan 150 məmləkət keçən 75 ildə, 76 ildə müstəqil olubdur və istiqlallarından çoxlu fayda aparıblar. Biz də bu yolda getməliyik. Amma indi bu istiqlalı əldə gətirmək üçün müttəhid lazımdır. Biz panfarsizmi və türklər zidli düşmənlərin təbliğatına inanmayaq ki, siz niyə Amerikadan, Avropadan, istikbardan, İsraildən, Azərbaycandan, Türkiyədən köməkli qalırsınız. Təbii ki, köməkli qalacaq. Əslən, bu təbiidir. Çünki mən istəyirəm, əgər dövlət quraq, biz istiruq dövlət quraq, bir nəfər və ya özümüz bir millət olaraq dövlət quranmarıq. Biz gərək xarici dövlətlərdən himayət qazanaq. Onlardan köməklik alaq, onlardan silah alaq, pul alaq, təhsilat alaq, imkan alaq və o cümlədən siyasi və hüquqi yardım alaq. Çünki bu ikisi çox mühümdür. Əvvəldə 3 şey çox mühümdür. Yəni, məmləkət qurmaq üçün neçə şey mühümdür, sayım. Birincisi, siyasi himayət. Bizim təcrübəmiz, siyasi təcrübəmiz çox azdır, ya da yoxdur. Beynəlmiləl səviyyədə, bu dövlətlər arası səviyyədə rahatca bizim başımıza böh qoya bilərlər. Biz gərək bir dövlətlərdən köməkli qalaq ki, bizim başımıza böh qoymasınlar. O cümlədən Türkiyə, Azərbaycan Cumhuriyyəti, türk dövlətlər, bunlar ya İranla müxalif olan dövlətlər, ərəb dövlətləri, ərz edeyim xidmətə, Avropada bəzi dövlətlər, Kanada o cümlədəndir ki, biz bunlardan himayət, siyasi himayət. İkinci şey ki, lazımdır biz dövlət qurmaq üçün hüquqidir. Yəni, bizim gərək bir ayrı dövlətlər bizi rəsmiyyətə tanıyırlar. Mən bunu bir dəfə demişəm. Məsələn, əgər bir dövlət bizi o qədər rəsmiyyətə tanıyır ki, Güney Azərbaycan adında radio, televizyon aça və dövləti, məclisi ona büdcə verə, yəni ki, onlar bizi millət olaraq Farsın qabağında görüb və rəsmiyyətə tanırlar. Bu, yavaş-yavaş hüquq departamenti, yəni hüquq bölümü o dövlətin buna bir qanuni çərçivə yazmalıdır, hazırlamalıdır. Biz əgər bir dövlətlər gərək bizdən gələrlər, himayət eləyərlər beynəlmiləl uluslar arasında, beynəlmiləl səviyyədə və bizə qanuni status verərlər. Bu qanuni status çox mühümdür. Ondan sonra iqtisadi durum var. Yəni biz dövlət qurmaq üçün bizə pul lazımdır, silah lazımdır, ordu lazımdır, ordunun yemağı, işmağı, paltarı, davası, dərmanı, maşını, ərəbası, silahı, təchizatı lazımdır və bunlar özü bir iqtisaddır. Ordu özü bir iqtisaddır, çox da məsrəflidir, ağır həzinədir. Bu da biz bir millət olaraq, çünki dövlətimiz yoxdur, maliyyət alamırıq, gəlirimiz yoxdur, məcburuq ki, bir ayrı dövlətlərdən bu himayəti alaq və bu da yenə də bizim haqqımızdır. Təbii ki, bir imtiyazlar verməliyik o birisi dövlətlərə, bizi himayət edirlər. Məsələn, fikir edin ki, Amerika dövləti bizdən himayət edirsə, məsələn, deyə bilirik ki, sən burada padqanın olacaq, məsələn. Burada sən eləyə bilərsən, məsələn, radar qoyasan, Rusiyyəni tutasan göz altına. Bu təbiidir, bu alver belədir, yəni siyasi alverlər belədir. Ondan sonra bizim nizami əsən ordu lazımdır, bu ordunun təlimatı lazımdır.
və təcrübəsi lazımdır ordunun. Yəni deyək ki, indi biz gətirdik bir dənə ordu, dedilər qurun, tamam biz indi bayraqları başarmırıq işlətmək, tank başarmırıq işlətmək, top başarmırıq işlətmək, muşəklər, bunlar hamısı ehtiyacı vardır ki, xarici dövlətlərdən himayət alınsın. Bəs bu daha çox lazımdır. Amma deyir ki, müttəhidlərinizlə, tapın müttəhidlərinizi, indi görək, burada da məsələdir. Əcəba bizim müttəhidimiz İran bu bölgədə kimlərdir? Özümüz əvvəl bu İran içindəki, indiki İran var. Bunun içində bizim müttəhidimiz kimdir? Farslar bizə müttəhid deyil, düşməndir. Kürdlər ilə bizim müşkülümüz var, amma düşmən deyirlər və biz də onların düşməni. Amma müşkülümüz var ortada. Yəni biz deyəmək ki, müşkül yoxdur. Amma müşkül var, amma düşmən deyilik. Eyni halda biz müşkül olan qonşunu düşmənə çevirməməliyik. Kürdlərə də zərərli, bizə də zərərli. Yəni, Kürdlərin siyasiləri də bunu bilməlidirlər, biz də bunu bilməliyik ki, Kürdləri biz Farsın yanına, Farslar da bizi, Kürdlər də bizi Farsın yanına göndərməlidirlər. Əgər biz Farsın yanında olsaq, Kürd də əzilər. Necə ki, keçən Firqə Demokratdan ki, biz köməklik eləmişik, Kürdlər bir dövlət sahibi olublar. O gündən bu günə biz Farsların yanında olduğumuz üçün Kürdləri ölü veriblər. Və bir addım qabağa gedə bilirlər. Bir addım belə. Hətta deyim, məsələn, 2 dana sərləşkəri öldürənməyiblər. Məsələn, bu qədər. Niyə? Çünki Kürdlər bizi itələyiblər, xiyanətlərinizə Farsın yanına. Kürdlər bilməlidirlər ki, biz Farsların yanında olmamalıyıq. Biz də bilməliyik ki, Kürdləri Farsların yanına itələməməliyik. Eyni halda ərəblər, bəluzlar, türkəmənlər, qəşqaylar, lorlar, ciləşlər, mazənilər, bunlarla da əgər müşkülümüzdə olsa, bu müşkülü azaltmağa, yumuşatmağa, müzakirəyə aparmalıyıq. Niyə ki, bizim bir böyük güclü düşmənimiz var, o da Fars dövlətçiliğidir ki, əlində tamam silahlar var. Və bizim hamımızdan bu günləri nizami olaraq, pul olaraq, sərvət olaraq, sistem olaraq, təşkilat olaraq güclüdür. Bər ruy zəminə bi ab və ələf və oryan dirənc nəkonid. Susuz bir yerdə ki, su yoxdur, düzlük, çöl. Türkçə buna çöl deyirlər, Farsçada kəvir deyirlər. Kəvirdə dayanmır. Çünki gün sizin olan suyuzu da aradan aparar, içərsiniz aradan gedər və sonra qalarsınız susuz. Lazimi istiqrar dər zəminə məhsur məharət است. Əgər istəyirsiniz bir hesarlı, məhsur yəni hesarlı. Hesarlı bir yerdə qalmaq istəyirsiniz, gərək məharətiniz olsun. Təlim də görmüş olasınız ki, bura girmək izni verməyəsiniz. Bizim şəhərlərimiz əslində məhsurdular. Yəni nə cür? Çünki xiyabanlar var, küçələr var. Qalanı ev eşikdir və bunlar hesar kimidirlər. Bunun üçün biz şəhərdə farslarla üzbəyüz olanda əslində bir hesarlı bir yerdədirlər. Məsələn, Tehranda farsların sayı türklərdən və o birisi millətlərdən ki, Tehrandadırlar çoxdur, kərəstədilər çoxdur. Azərbaycanda ki, fars yoxdur, fəqət onların polisi, məmuru, nə bilim, paslardan, ərteşdə olsa filan bunlardan var. Yoxsa yoxları, ittilaatda zətlər. Yoxsa fars yoxdur. Amma bunlar şəhərdə bizlə savaşanmazlar, çünki şəhər bizim əlimizdədir və bizim malımızdır. Rahay 106-cı səfərdən oxuyuruq. Dər ruy zəminə səxt becəngid. Səxt yer nə deməkdir, dostlar? Bərk yerdə savaşın. Bərk yer, yəni, məsələn, batlaq olmasın. Su üstü olmasın. Məsələn, göldə, dənizdə olmasın. Çünki burada məharətiz daha əşağı eləyə bilməzsiniz. O yer ki, orada sabit dura bilməzsiniz. Məsələn, bəzi yerlər var, qumluqdur və şümləkdir. Şümlar gedər. Yəni, məsələn, bəzi təpələr var. Məsələn, əgər dostlar çıxmış olsalar Eynalı dağının dalı tərəfinə. Ayağı qoyursunuz, görürsünüz, şumdur gedir. Bunlarda yox, bu tür yerlərdə savaşmaq olmaz. Ya, bəzi yerlər var ki, ət toprağıdır. Necə ki, yağış yağır, bura okeydir. Amma yağış yağsa, burada ayaq qoyursunuz, züyüldərsiniz, gedərsiniz aşağıya. Maşınız züyüldər. Gəlin də bu tür bir yerlərdə savaşmayın. Rahay həs ki, nə bayed در آنها qədəm qozaş. Bəzi yollara gərək girməyəsiniz əslən. Sütunhayı həs ki, nə bayed kubid. Bəzi, düşmənin bəzi gücləri var ki, onları gərək vurmayəsiniz. Çünki onlar çox dövrə görüblər, çox silahlıdırlar, filandılar. İlla şəraiti vardır, şəraitini deyəcəkdir.
Şəhərhایی است که نباید بدانها حمله کرد. Bəzi şəhərlərə də həmlə etməməlidir. Və zəminhایی هست که نباید بر سرشان نزاع نمود. Bəzi yerlər var ki, onların üstündə savaşmayacaqsınız. Çünki siz əsli yeri alandan sonra ora mühüm deyil. Məsələn, kəndlərə biz həmlə eləmərik heç savaşda. Çünki siz şəhəri alsaz, kənd öz-özünə təslim olacaqdır. Wang Hisi adında bir dana mütəxəssis də deyib ki, به نظر من به ستونهای نظامی که به عنوان طعمه در معرض دید ارتش قرار داده شده اند و به ستونهای نخبه و نیز به دشمنی که تشکیلاتش کاملا منظم و چشمگیر است نباید حمله کرد. Deyir ki, bu deyibdir ki, mənim nəzərimə gəlir ki, ordunun, düşmənin ordusu ki, tövmə üçün, tövmə yəni tələ üçün qoyublar yola ya sizin qabazıya, onlara həmlə eləməyin. Baxacaqsan, görəcəksən bu 50 nəfəri, 100 nəfəri, 500 nəfəri niyə qoyublar bura? Çünki istəyirlər biz ayrı yerə getməyək. Biz onu bilməliyik və bu 50 nəfərə həmlə eləməyik. Çünki bura istəyirlər biz həmlə eləyək bura, onlar daldan ya ətrafdan bizi salalar və vuralar. Saldırmaq, yəni həmlə eləmək. Deyir ki, bəzi sütunlar var ki, onlar çox güclü təlim alıblar. Noxbə deyir burada. Məsələn, dünən misal vurdum. Qardı Şahənşahi şah zamanı var idi. Adı Qardı Cavidan nə mənə. Əlbəttə bunlar gördük ki, sonra heçə çıxdı. Amma İran-Ərəb savaşında gördük. Qardı Riyasət Cumhuri Səddam Hüseyn vaqəən qorxmalı bir güc idi. Yəni, İranı 8 il saxladı. Yəni, o 8 il İran savaşda bir iş görə bilmədi. Ya deyir ki, əgər gördünüz düşmən kamilən münəzzəmdir, filandır, onların yenə də onlara həmlə eləməyin. Əlbəttə, diqqət buyurun, bu mütləq deyil. Məsələn, indi bildik ki, Rusiya çox münəzzəmdir, çox sistematikdir, çox nuxbədir, filandır, bəhmandır. Amma Ukrayna onun qabağında durdu. Ukrayna dünənəcən Ukrayna dostlar difa edirdi. Yəni, Ruslar həmlə edirdilər, Ukrayna difa edirdi. Və mənim də ittifaqan müşkülümdən biri bu idi ki, bunlar niyə Rusiyaya həmlə eləmirlər? Yəni, Rusiyaya muşək ata bilərsən, top ata bilərsən, bunları niyə atmırlar? Çirik göndərə bilərsən, gedib bunların şəhərlərini partlada bilər. Məsələn, mühüm yerlərini partlada bilər. Niyə partlatmırlar? Məsələn, əvəzin ki, şey olsun, 5 nəfər göndərərsən, 3 nəfər göndərərsən, gedin, məsələn, filan nəft təsisatını partladın. Məsələn, ərteşin benzin ya dizel mərkəzlərini partladın. Ya, məsələn, o yer ki, bunların muşək ambarlarıdır, onları partladın. Ya, məsələn, bu cür bəzi yerlər var ki, yəni çox mühümmüdürlər orduda. Onları partlarsın, ordu şey olar. Məsələn, amma dünəndən gördük ki, Ukrayna neynədi? Rusiyanın muşəşinə vurdu. Bu, diqqət buyurun, niyə dünən vurdu? Çünki dünənləri, İsrail günləri Rusiya ilə Ukrayna, Türkiyədə sülhə görə danışırlar. Ukrayna biraz dalı oturdu. Şey də dalı oturdu, Rusiya da dalı oturdu. Məsələn, Ukrayna dedi ki, o iki iyalət ki, mənim iyalətlərimdən Rusiya onlara istiqlal tanıyıbdı, onlara istiqlal tanıyıbdı ki, onlar müstəqil olsunlar və mənə deyir ki, onları mən müstəqil eləməliyəm. Mən onlarda referendum eləyək, millətdən rəy alaq. Millət desə Rusiya çörək, ya müstəqil olaq, müstəqil olsunlar, Rusiya yapışsalar, Rusiya yapışsınlar. Bunu da Rusiya zahirən burada yumuşaq gəldi. Qəbul elədi ki, belə olsun. Çünki Rusiya da təliyə düşübdü. Diqqət buyurun, siyasət görün, indiyəcəm niyə muşək atdılar. Bu tərəfdən nə dedi? Rusiya da onu qəbul elədi. Yəni ki, qəbul eləyən kimidir. Yəni, hələ üstündə söz var. Bu tərəfdən Rusiya da biraz yumuşaldı. Ukrayna da biraz yumuşaldı. Yəni, görürük ki, bir aydan da 5 gün çoxdur, indi savaş gedir. Hər iki tərəf istəyir. Amma eyni halda hər kəs indi o birisindən çox imtiyaz ala bilsə. Ukrayna dünən həmlə elədi Rusiya ki, bax be, dünən necə difa edirdi. Dalıya oturmasa mən də səni vuracağam. Sən mənim toprağımı xərab edirsən, mən də sənin toprağını vuracağam. Sən mənim adamlarımı öldürsən, mən də sənin için öldürəcəyəm. Bu, Rusiya əslində deyir ki, məndən çox şey istəmə. Rusiya da biraz həm dalıya çəkir, bəzi yerlərdə mən indi bu gün nəxşədə gördüm ki, bəzi yerlərdən dalıya çəkilibdir Rusiya. Bu da deyir ki, yəni, mən də şeyim, amma bəzi cibhələrdə həmlə eləyəcəkdir. Ki, yəni, sən mənə fişar gətirmə.
Mən istəyirəm biraz yumuşaldam, sən də yumuşal, gələk burada bir təvafuq edişək. Görək nə olacaqdır. İstədim onu deyəm ki, bu cür də deyil ki, tamamən gördünüz ki, düşmən çox müsəlləhdir, fikir eləyin ki, məsələn, çox güclüdür. Yox, bu cür deyil. Məsələn, misal vuraq, İran çox güclü idi, Əraq çox az idi. Əraqın cəmiyyəti İranın cəmiyyətinin yarısının 3-dən 1-i cəm idi. Amma durdu İranın qabağında və savaşdı. Bu cür deyil ki, Avropa, Amerika, bunlar brainwash sistemidir. Avropa, Amerika silah verirdilər Əraqa, İrana silah vermirdilər. İran günün axir gününəcən silah alırdı və dünyanın ən mühüm silahlarını da alırdı. Və hətta bunu mən cəsarətlə deyirəm, məsuliyyət mənim öhdəmədir. İran Hələbçədə bombi şimyayını İran vurdu. İran çox yerdə bombi şimyayı işlətdi və öz adamları hətta yeli mühasibə eləyə bilmirdilər, özləri düşdülər, bunun üçün öldülər. Buna mən indi ispat eləyə bilmirəm, dəlilim yoxdur. Çünki bunları fəqət içəridə öz bəsicilərdən eşitmişdim məsələn. Məsələn, deyək ki, bəzi şəhərlərdə bilirsiniz, insanlar RPG düzəldirlər, xumparə düzəldirlər. Karxana düşdü, papasların düzəldirdi, orada RPG, xumparə, bununla güllələr düzəldirlər. Bunların için məvadlı şimyayı qoyan yerlərdə bu adamlar deyil, burada işləyəndir. Biz oradan bilirik ki, bunlar harada nə iş görürlər. مقصود دشمنی است که در یک موضع استراتژیک پشت دیوارهای بلند و خندقهای ژرف مستقر شده و ذخایر غذایی فراوان در اختیار دارد و هدفش نگه داشتن و زمینگیر کردن ارتش من است. Deyir, məqsudumuz nədir? O orduya ki, çox nuxbədir, çox filandır, bəhmanda həmlə eləməyin, ya şəhərdədir. Deyir, buna görə ki, əgər bir dana düşmən bir stratejik bir yeri tutar. Stratejik dostlar nə mənə? Yəni, məsələn, Təbrizin, Güney Azərbaycanın ən stratejik şəhəri Təbrizdir. Təbrizin ən stratejik yeri Eynalı dağıdır. Əlbəttə, şəhərin içində stratejik yerlər var. Məsələn, Nirugah, Petroşimi, Ustandari, radyo televizyon, monitoring sistem, Sipahpasdaranın fərmandehisi, Ləşkər-i Aşura olduğu yer. Bunlar stratejik yerlərdir. Ondan da stratejik yerlər var. Məsələn, yollar. Şəhərin yolları stratejikdir. Çox stratejik. Körpülər çox stratejikdir. Yəni, siz məsələn, bəzi körpüləri qırsaz, şəhərin o tərəfi, bu tərəfi kəsilər. Düşmən də keçə bilməz, siz də keçə bilməz. Heç olmasa biri az zamana. Əlbəttə, indi texnoloji çoxalıbdır, düşmən rahatca körpü atıb keçə bilir. Amma deyir, əgər düşmən bir yerdə səngər tutubdur, məsələn, bir şəhərin içindədir. Ya qədim xəndək olurdu, divarlar olurdu, göyə adı qələ deyirdilər. Divarlar olurdu 10-15 metr ucalığında, bəlkə də ucaq, qalin, 3 metr, 4 metr. Hətta dostlar ki, qədim məhəllələrdə oturublar, bilirlər, Təbrizin evlərinin hamısı bünövrə idi. Yəni, baxın, diqqət buyurun, o zaman ki, deyirik, Səfəvi dövründə Təbriz çox böyük bir məmləkət idi, böyük bir şəhər idi. Bunun yalanına inanmayaq. Bu bir yalandır. Çünki, axı, şəhər bünövrədən tikilməz. Bünövrə oradadır ki, insanlar kərpiç bişirə bilmirlər. Uca evlər tikə bilmirlər. Çünki uca evi siz bünövrədən tiksiniz, 3 təbəqə, 2 təbəqə tikənməzsiniz, 2 təbəqə tikərsiniz. Çünki gərək aşağıda divarınızın eni olar 1 metr, başda olar məsələn 20 santim ki, onun üstünə səqf atasınız, dam atasınız, dam deyirik. Bizim orada Qəradağda dam deyirlər, səqf demirlər. Ərz edeyim xidmətinizə. Bu düşmənin əgər o stratejik yeri ələ alıbdır və qəzası da vardır, nirusu da çoxdur, deyir bunları və hədəfi də budur ki, sizi qoymaya girəsiniz və siz hərəkət eləyəsiniz. Bu, deyir ki, bu cür yerdə çox ona girməyin, çünki o hazirdir. Amma indi diqqət buyurun, Təbrizdə, Ərdəbildə, Urmiyədə, Zəncanda, Tehranda, Kərəsdə, Qəzvində, Urmiyədə, hangi şəhərləriniz kiçik, böyük, baxmayaraq. Kəlibərdə, Xoyda, Səlmasda, nə bilim, Cermidə, Aslanduzda, hər yerdə. Baxsan, görəcəksən ki, biz, orada ordu yoxdur əslində. Orada Sipahpasdaran bir güclü bir şeyi yoxdur. Orada biz var. Şəhər bizik. Biz hətta xiyabanları bağlasaq, məsələn, qazsaq belə, qazsaq, asfaltı qazsaq, oranı bir çala kimi qazsaq, onlar gəlib oradan keçənməzlər. Biz ora daş töksək xiyabana, dəmir töksək, aşqal töksək, maşınlar gəlib gedə bilməz.
Harda qala ki bizim hərəmizin əlimizdə bir dana süpək ola. Ya şey var idi, belə çəkərdik, daş atardıq, indi bilmirəm adı nə idi onun. Süpək yadımdadır, amma calibdir, bunu yadımda dəyiş belə çəkərdik rezinlə buradan, daşı qoyardıq, atardıq, vurardıq. Məsələn, bununla da belə siz orada gizlənsəz, o sərbazı vura bilərsiniz, o pasları vura bilərsiniz. اگر من به شهر حمله کنم و آن را تصرف نمایم امتیاز قابل ذکری نصیبم نمی شود. اگر bir şəhərə girəm, alam, çox ölü verəm, gedəm onu alam, deyir, çox imtiyaz əlimə alanmaram. Amma əgər pişəvərinin taktikindən istifadə edirik, böyük imtiyaz alarım. Nə idi? O gedib ərteşlə savaşmadı. Getdi, əsli yeri aldı, ustandarlığı aldı, ərteşə də dedi, təslim ol, ərteş dedi, tamam, mən savaşmıram. İnanın, Azərbaycanda belə olacaqdır. Azərbaycanda yol budur. Sipah paslarında bizlə savaşa bilməz. Baxmayın, fərmandehlər farsdılar. İndi hələ feylən dövlətləri güclüdür filan bəhman. Amma bizim millətimiz radio televizyonu əlinə alsın, desin ki, bura məsələn Ərdəbil Güney Azərbaycan Türk Cumhuriyyəti. Məsələn, yenə Urmiyədə radionu alsın əlinə, desin ki, bura Urmu Güney Azərbaycan Türk Cumhuriyyəti. Təbrizdə alsın, desin, bura Təbriz Güney Azərbaycan Türk Cumhuriyyəti. Miyanada, Zəncanda, Qəzvində, Tehranda kafidir. Və sizdən millətimiz, biz dövlətimizi qurmaq üzəri yox, çıxın xiyabanlara, polisləri hər yerdə müsəlləhdirlər, əllərin alın, sipah-pasdaran qoymayın, girsin şəhərə, ərteş təslim olsun, ərteş, polis, niru intizami təslim olmasa sizin canınız xətərdədir, ailəzin canı xətərdədir. Bizlə savaşmağa girməyin, biz savaşmaq üçün hazırıq. Onlar təslim olacaqlar. Bəziləri təslim olacaq, umudları olacaq ki, Tehrandan bunlara güc gəlir. Siz kafidir ki, eləyə bilərsiniz, millətini müsəlləh eləyirsiniz. Xarici güc gəlib şəhərə girə bilməz. Əgər bu zaman ağıllı olsaq, Türkiyədən, Azərbaycandan, o birisi məmləkətlərdən kömək istəsək, İsraildən belə kömək istəsək, onda biz eləyə biləcək dövlətimizi quraq. Çünki Azərbaycanın İrandan ayrılıb müstəqil olması dünya dövlətlərinin %70'nin mənfəətinədir. Hangi dövlətlərin? Ərəblərin. Hamısının mənfəətinədir. Türklərin mənfəətinədir. Ərz edeyim xidmətinizə. Avropanın bir çox məmləkətlərinin mənfəətinədir. Himayət eləyəcəklər. Asiyanın mənfəətinədir. و اگر شهر را تصرف کنم مسلم است که یورش بی نتیجه به آن قدرت ərteşi və əsən mi paşa. Deyir ki, yalandan bir yerə gedək ki, oranı zorla alacağıq. Bizim öz gücümüz xəsarət görərik və zəiflər. Məsələn, silahlarımız azalar, sərbazlarımız yaralanırlar filan. Binabərin nə bayid və Çin şəhri həmlə edir. O cür bir şəhərə həmlə eləmiyoruz. Əlbəttə dedim, biz şəhərdəyik, xarici güc deyirik. Bu, məsələn, farslar istəyəcəklər, məsələn, Tehrandan bu tərəfə istəyirlər, baxın, indi diqqət buyurun. İstəyirlər İsfahandan, Şirazdan, Simnandan, Yazdidən, Şirmandan güc toplayırlar, gələrlər Azərbaycana. Əgər biz ərəbləri, bəluçları, türkəmənləri, qəşqailəri, lorları, ciyləkləri, mazəniləri, fars və kürdləri, farsların əleyhinə ayağa qalxıza bilsək, çünki biz elan elədik, bura Təbriz Güney Azərbaycan Cumhuriyyəti, bura Ərdəbil Güney Azərbaycan, onlarda bir həyəcan olacaqdır. Ərəblər deyəcəklər, niyə biz qalxmayaq, niyə biz deməyək? Oradan ərəblərdən gücü gətir, istəyə İran gətirə bu tərəfə, ərəblər qalxacaq ayağa, bəluçlar qalxacaq ayağa, türkəmənlər, qəşqailər, lorlar, ciyləklər, mazənlər qalxacaqlar ayağa, kürdlər qalxacaqlar ayağa. Ya gərək gücün orada saxlaya, ya gətirə bizim üstümüzə. Bizim üstümüzə gələndə Tehranın özündən ta Təbrizəcən 200 dana böyük şəhər var. 200 dana deməyək, 10 dana böyük şəhər var heç olmasa. Və bunlar əgər yolda, kətdilər çıxarlar, yolları bağlayırlar. Yolları qazalır. Hər kəsin traktoru var, götürə yolu şoxumluya. Təbrizlə Tehran arasındakı utubanları, yolları, əsli yolları, utubanları, hətta torpaq yolları götürər şoxumluya. Şoxumladı, bura maşın girə bilməz. Hər kənd özünün ətrafında, yolunda olan torpaq yolları, asfalt yolları, utubanları şoxumluya. Bura tanki də girməz, şey də girməz. Təyyarə ilə gəlməlidirlər. Qutuldu getdi. Ayrı bir iş görəməzlər.
təyyarə ilə də gəlib belə bomb da salsa, yerdə gəlib bir gücü ola gələ buranı ala. Yoxsa bomb saldı, bizdən də məsələn 5-10 nəfər öldü. Bura mühümdür ki, buranı gəlib biri gələ idarə eləyə bilməzlər. Yəni savaş bu günləri qədimkindən daha rahatdır. Difa daha rahatdır. Bunu Ukraynada da gördük. Mən də indi deyirəm, məsələn, çox rahatlıqca yolları şoxumlayıb Tehrandan bu üzə yolu bağlarıq. Və dedim, biz əgər ərəbləri, bəluçları, türkmənləri, qəşqailəri, lorları, ciyələkləri, mazənləri və kürdləri müttəhidə çevirək, düşmənlikdən çıxadaq, yumuşadaq, ixtilaflarımızı azaldaq. Və bunları çevirək düşmənə. O zaman ki, mən dedim, bura Təbriz, Güney Azərbaycan Türk Cumhuriyyəti, bura Miyanat, bura Xoy, bura Səlmas, bura Əhər, Güney Azərbaycan Türk Cumhuriyyəti, bura Ərdəbil, bura Germi, bura Meşkinşəhər, bura Həşdəri, Güney Azərbaycan Türk Cumhuriyyəti Kürd də deyəcək, bunlar dövlət qurdular, niyə mən qalxmayayım? Biz bunu bilməliyik. Bir dana mentaliti var dostlar, bir dana ruh var. Fars zidli bir ruh yaradıblar bizdə. Bu ruh, ərəblər orada ayağa qalxırlar, müntəzirdirlər, Azərbaycanlar ayağa qalxsınlar. Azərbaycanlar ayağa qalxsalar, Farsın ordusu tək ərəblərin üstünə getməyəcək. Məcburdur, türklərin də üstünə gələ, ikiyə bölünəcəkdir. Bu güc ikiyə bölündü. Əgər indi o birisi millətlər də qalxsalar və şəhərlər də qalxsalar yolda ayağa, bu Farsın ordusunun gücü çatmaz bu millətləri vura. Biz bunu əvvəl ölçəşməliyik. Əsli strateji budur. Bizim birinci stratejimiz Farsı yıxmaqda. Budur ki, qonşularımızı, ixtilaflarımızı azaldaq. İxtilaflarımızın üstünə nəft töküb bunu çoxaltmayaq. Təbii ki, Kürdlə bizim, Lorla bizim, Mazəni, Ciyələklə bizim, yəni türklərin deyəndə müşkülümüz var. Hətta ərəblərlə qəşqailərin, Lorlarla qəşqailərin, bəluçlarla qəşqailərin, Şirazlar, İsfahanlarla qəşqailərin müşkülləri var. Yəni türklə müşkülləri var. Amma bir var bunu üzdən çoxaldaq, şişirdaq, farslar istəyən şeyə tərəf gedək ki, heç vaxt biz edə bilməyək Fars dövlətini yıxaq. Çünki Fars dövləti bir xoxu düzəldir orada. Bir də var ki, bu ixtilafları azaldaq, biz Fars dövlətini yıxandan sonra özümüzün aramızda bu müşkülü müzakirədə həll edərik. Birinci strateji budur. İkinci strateji budur ki, bu Farsın gücün bölək. Bunu göndərək müxtəlif iyalətlərə, müxtəlif şəhərlərin üstünə. Onda bizim heç bir şəhərimizi yıxa bilməz. Üçüncüsü budur ki, tamam yolları ki, məsələn, mən əgər ərəblərin yerin olsam, ki, gərək bunu biz ərəblərə yetirək. Yolları şoxumlarıq. Hər bir kəndi öz yaxınlığında yolluqları şoxumlasın. Trakturu salacaq, bu yolu şoxumlayacaqdır. Və o gücü qoymayacaq gedə ora. Yəni, o güc ora getib gedə bilməyəcək. O nəfərbərlər, o maşınlar ki, sərbazları, pastarları daşıyırlar ora, bunlar gedə bilməyəcəklər. Təbii ki, hər şəhrin içindəki güc, hətta eşikdən 100 min nəfər belə gəlsə bir şəhərə, 100 min sərbaz gəlsə Təbrizə. Təbriz fikrin Aşura günü 100 min nəfər sərbaz burada nə edə bilər? Gəlsin, Aşura günü, Tasua günü, belə cəmaat çıxıbdı şəhərə. Nə edə bilərlər? Heç iş görəməzlər. Kafir ki, stratejimizi düz keçirdik və qabağa aparaq. 8. Məvaridi həst ki, fərman hakim məhəll icra ندارد. Bəzən hakim bir dəstur verir, amma onun ərzişi yoxdur, ona qulaq asmasa. وقتی جریان عملیات مقتضی اجرای امر باشد نبایستی که دست و بال فرمانده در اثر فرمان hakim bəstə şəbər. Hakim bir fərman verə bilməz ki, savaş meydanında əl qolumuzu bağlasın. Əl qolu bağlayan savaşın sözünə qulaq asmazlar. İranın bugünkü qanun əsasında bir dənə əsli var. Deyir, əgər, diqqət buyurun, bunu buna görə deyirəm ki, pastarlar, fərmandehlər, polislər, bəsicilər eşitsinlər. Əgər rəhbər, rəis cümhur, fərmandeh, kolluqova ya hər kəs, fərmandeh bəsic, fərmandeh sepah, fərmandeh ərteş, fərmandeh polis, fərmandeh ittilat, dəstur verən. Siz bu insanları vurun. Hətta adım qoya zidd inqilab. Onun məsuliyyəti sizinlədir, onu vuranmazsınız. Çünki qanun əsasında 2 dana deyibdir ki, bunlar ya gərək İslam ziddi hərəkət edirlər, ya da məsələn dövləti yıxılır. Dövlətin hətta sözü gəlməyib burada. Mən indi o əsli eləyə biləm, tapam oxuyam, amma bu cür belə bir şey var. Mən bunun üstündə o zaman ki, sərbaz idim, fərmandehimizlə də bəhsim oldu, o da qəbul elədi, getdi. Siz
Əgər belə fərmanda belə bir dəstur verə, Azərbaycanı bombarlayın, topa bağlayın. O sərbaz ki, o gülliyə köməklik edir, məsuldur. O deyə bilməz, mən sərbaz idim, mənə dəstur verdilər. Qanunda bu vardır. Sən eləyə bilməzsən, millətin ziddinə gedesin qabağa. Hətta rəis cümhur da eləyə bilməz, rəhbər də eləyə bilməz, belə bir dəstur versin, milləti vurun. Çünki millət səni iş üstə gətirir. Sən həqqin yoxdur. Əgər belə bir dəstur verir, məsuldur. Yəni, heç kəs, bunu mən deyirəm buna görə ki, sabahları heç kəs deməsin, bizi niyə mühakimə edirsiniz? Ya, bizi niyə edam edirsiniz? Kafirdir, sən əgər Azərbaycan millətinin iradəsinin qabağında dayansan, sən mufsidi filə ərz demirəm. Sən bu millətin iradəsi qabağında silah çəksən, edam olmalısan. Qutardı getdi. Sənin ailən əmanda, amma sən edam olmalısan. Çünki sən bu millətdən öldürdün, bu milləti yaraladın. Bu millətin iradəsinin qabağında durdun. Bunu biz gərək sərbazlara, polislərə, ittilata, bəslara, ərteşiyə deyək. Onlar bilərək. Levi Liao Tezo. Belə bir adda bir adam varmış. Deyibdir ki, əslihə əbzari namübarək است. Əslihə namübarək bir şeydir. Vaqiyyətdə budur ki, öldürməkdən ötürür əslihə. Ey kaş insanlar bir-birləri ilə düşmən olmayırlar. Bir-birlərinin haqqın, hüququn milli və fərdi olaraq qəbul eləyirlər və əslihə yığışaradan gedir. Bir gün gələr. İnşallah belə bir gün gəlsin. Və karzar müxalifə əxlaq است. Və karzar savaşmaq. Müxalifə əxlaq است. Əxlaq ilə deyir müxalifdir. Savaş yaxçı budur ki, insanlar savaşmayırlar. Fərmande vəzir mərg است. O fərmande ki, ərteşdə var, dəstur verir, vurun, öldürün. O əslində Əzraildir. Mən burada yazıb vəzir mərg است. Mən deyərəm Əzraildir. O adam, o vəzirdir öldürmək üçün. Dəstur verir, öldürün. Məsələn, zamanında, Xümeyni zamanında, inqilabın əvvəllərində evin zindanında bir adam var idi. Bu adam rəsmən o farsların ədəbiyyatında bir Zohhaç adında bir adam var. Boynuz bularlarında ilan var. O ilanları ya gərək adamları öldürə, beynin çıxada verə o ilanlar yiyə rahat olur ya da ki, bunun özünü yiyəcəklər. Bu adam belə bir cəllad idi. Yəni, gündə bir 10 nəfər edam eləməsəydi, rahatlaşmırdı. Yəni, edama bir eşqi var idi. İnsanları öldürməyə bir eşqi var idi. Və dərbala, در برابر آسمان و در پایین بر روی زمین و در پیش رو در برابر دشمن و در پشت سر در برابر حاکم مسئول نیست. Belə bir adam ki, adamcıldır, adam öldürəndir, deyir, göydə Allah olsa, asman göy olsa, qədim bunlar Allaha etiqadları yox idi, bizlər Allahı göydə bilirik, nədən deyirsə, dua deyiləyəndə əllərimizi qozuruq, elə Allah göydədir. Amma Quran dediyinə görə Allah bizim içimizdədir, çünki əqrəbu minəl vərid, bu damarızdan sizə yaxındır, yəni ki, mənim içimdədir də Allah. Allah yəni mən yaradıram, Allah eşikdə yoxdur. Allahı mən yaradıram. Mən yaratdığım Allah, yəni mollalar bizə yaratdığı Allah çox ahmaq bir Allahdır. Çox ahmaq bir Allahdır. O qədər ahmaq Allahdır ki bu. Bu dünyada yer əraq içmə, o dünyada əraq içəcəksən. Bu dünyada zina eləmə, o dünyada zina eləyəcəksən. Bu dünyada oğlanla işin olmasan, o dünyada oğlanbazlıq eləyəcəksən. Mollalar dediği budur da. Qılman yəni oğlan da, oğlan uşağı. Bir yol. Tamam hökmləri bir-birinin ziddinədir bu Allahın. Öldürməkdən və intiqam almaqdan da ləzzət aparır. Mücazatdan insanları yandırmaqdan da ləzzət aparır. Onun o gücü ilə mənə məsələn, mən fərz buyurun ki, mənə deyir ki, sən mənə 1 milyard dolar pul ver. Mənim yoxumda qoy, mən 100 dolar istəsəm verənmərəm, qalan 1 milyard dolar. Mən zəifəm Allahım, təbii ki, bu işi görənmərəm. Amma əgər Allah deyir ki, məsələn, bu işi mən görə bilmərəm, ya sən görməsən mücazat et, ağa mən başarmıram, niyə mücazat edirsən? O yüzden bu Allah çox intiqamçı Allah. Əslində mən baxmışam Qurana, Günas TV'də də bunu demişəm. Əslində Allah için mollaları yaradıblar. Bir dana yekə bir adamdır, yekə, boyu çox yekədir. Biraz qorxucudur, mehriban deyil. Baxmayın deyirlər Bismillahirrahmanirrahim. Amma hər yerdə bu cəbbari, nə bilim, müntəqim fulani bəhmandır. Yəni tamamen baxırsan, görürsən ki, bu Allah bir dana oğdeyi, şərəfsiz bir şeydir yaradıblar. Amma Quran o iki deyir ki, Allah sizə əqrəbu min vərid, bu damardan yaxındır. Yəni sizin içinizdəki, Allah sizin içinizdəki yaratdığınızdır.
Sən bu Allahı nə cür istəyirsən o cür yarat. Bilirsiniz ki, usulü dində də Allahı dəlil ilə qane eləməzlər. O heç kəs sənə öyrədə bilməz. Gərək özün bu usulü dinə dəlil, Allahın xüsusən təvhidə dəlil gətirəsən özün. Çünki özün öz içindən özün qane eləyəcəksən ki, Allah var. Heç kəs sənə Allahın olduğuna qane eləyə bilməz. Həzrət Məhəmməd 1400 il bundan qabaq deyib Allah var. Ağa, indi Həzrət Məhəmməd yoxdur, neyniyək? Biz hardan bilək bu adam düz deyib, yalan deyibdi? Və hardan nəsə inanaq bu adama? Deyək ki, bu adam düz deyirmiş, yalan demir. Nə bilək ki, bu yuxularını deməyibdi, yuxusunda bir şey görüb deyib, bunun adı Allahdır. Budur ki, insanın öz içindədir. Hər halda belə bir adam ki, adamcıldır, o nə yer qanar, nə göy qanar, nə Allah qanar, nə insaniyyət qanar. Heç zadın dalısında gizlənməz, öldürər. Fuşai adında bir padişah varmış Çində. Hengami ki nəhvi rəfdar müttəhid ra در میابید عمل کنید و منتظر دستور عمل نمانید. O zaman ki görürsün müttəhidiz bir iş görür. Ərəblər bizim müttəhidimizdir. Bəluslar bizim müttəhidimizdir. Lorlar, girəklər, mazənilər bizim heç olmasa potansiyel olaraq, güc olaraq, qüvvə olaraq, istedad olaraq, çıxar olaraq dostumuzdurlar, müttəhidimizdirlər. Biz necə gördük ki, ərəblər bir hərəkətə qalxırlar, biz gerək qalxaq. Çünki düşməni beləsi para-para eləmək olar. Yoxsa əgər ərəblərin üstünə zoom eləsə düşmən, gedər onları vurar, sabahlarda sən gələndə ərəb durmaz, gələr bizi vurar. Və biz daimən bu çərxədə keçən 20-30 ildə bu çərxədə ölü veririk. Həm ərəblər, həm bizlər, həm bəluslar, həm dürkəmənlər, həm qəşqailər, həm lorlar, həm mazənilər, həm o farslar. Hətta o farslar belə. Deyir ki, onda dəsturu gözləməyin. Onda ki, gördünüz düşməniz dostuz, müttəhidiz. Müttəhid Türkçə olur mu dostuz. Onda ki, gördünüz dostuz bir işə başlayır ki, siz oradan mənfəət çıxada bilərsiniz ki, mənfəətiniz çıxadır. Deməyim, pəhləvi gələr burada, biz burada xəmirik, pəhləvi gələr bizə yaxlar. Biz dövlətimizi quraraq, pəhləvi qurar, nə deyir? فرمانده که از عوامل متغیر نوعگانه شناختی کامل دارد به راهبردی ستونهای نظامی لشکر آگاه است. O 9 dananı saydıq, deyir ki, bunları bilən bir adam eləyə bilər ki, öz gücün qabağa aparsın, savaşçıların qabağa aparsın. فرمانده باید مطمئن باشد که به مقتضای اوضاع و احوال میتواند موقعیت مسلط بر موقعیت مسلط گردد و بنابراین نباید به روش‌ها و آیین‌های تشبث شده مقید باشد. Deyir ki, fərmanda gərək bir moqiyyət üz verəndə ərəblər orada qalxdılar, bilər ki, mən burada qalxmalıyam. Gözləməyə ki, buna dəstur verərlər, qalxın, biz də yağa qalxaq. فرمانده ای که فواید و امتیازات عوامل متغیر نوعگانه را در نمی‌یابد حتی اگر زمین را به خوبی بشناسد قادر به بهره بردن از آن نیست. Əgər bir fərmanda o 9 amili başarmaya, indi saydıq. Deyir ki, bilməyə, onlardan fayda almağı başarmaya, xüsusən dost və düşməndən nə cür rəftar edəcək. Deyir ki, ətcə onun yaxçı bir yer, stratejik bir yerdə də olsa ərziş yoxdur. Azərbaycan bir stratejik mövqeyidədir. Çünki cəmiyyəti İranda çoxdur, türklər. Ən böyük strateji budur. Amma bundan faydalanmayan nə sonra? Ərzişi yoxdur. Cəmiyyət dünyanın hər yerində ən böyük stratejidir. Amerikalılar niyə bir belə pənahəndələr qəbul edirlər? Avropa niyə bir belə pənahəndə qəbul edir? Çünki cəmiyyət stratejidir, dostlar. Çin niyə qüdrətə çevrildi dünyada? Çünki cəmiyyət stratejidir. Onun bir sözü var idi. Deyirdi ki, hər uşaq ki dünyaya gəlir, bir ağız iki əl gətirir. Bir ağızdan yeyəcək, amma iki əlindən işləyəcək. Sonralar əlbəttə bunu təhsil edir ki, o əllər ta işə düşüncə bir 20 il çəkir. Ağız yiyir bu 20 ili. Biz bunda bir müşkülümüz vardı. Değiştirdilər. Amma bizə bu vaqiiyyətdir. Fermande تغییرات اوضاع و احوال مناسب را ارزیابی می‌کند. Fermande ki bir dana Azərbaycançı ki istir savaşsın ya düşməni güdür farsları, o gərək düşməni görə, o xanım ki iştibah elədi ondan istifadə edir. O filankəs ki istifadə ondan istifadə edir. Düşməni yıxmağa, dostu gücləndirməyə. در اداره عملیات نظامی کسی که از دریافت تاکتیک‌های منطبق با وضعیت‌های متغیر نوعگانه عاجز است ولو آنکه 5 امتیاز را دریابد قادر به استفاده مؤثر از لشکریان خود نیست. Əgər o 9 dananı ki dedik, o 9 danadan faydalanmasa,
Deyir ki, eləyə bilməz ki, hətta əlində belə çox imtiyazı da olsa, çox güclü də olsa eləyə bilməz bəzi işlər görsün. Ki, mütəəssifanə mən dedim, Güney Azərbaycanda biz bu vəziyyətdə yaşayırıq. Xüsusən farsların muzdurları, yəni muzdalanları, agəhilər ki, alırlar web saytlarda, Instagramda, Telegramda, orada burada yayırlar. Onlar qoymadılar Azərbaycan ərəblər ayağa qalxanda, İsfahan ayağa qalxanda, Şiraz ayağa qalxanda, Azərbaycan ayağa qalxa və hökumətini elan edir. O qədər bunlar güclüdürlər üçün pul alırlar, güclü eləyə bilirlər ki, şey yaradarlar, moc yaradarlar. Bunlar o qədər güclüdür, biz eləyə bilməkdə 50 nəfər məsələn durur deyə biz gedir radio televizyonu alaq, elan eləyək, özdə öləcəyik əsən. Sonu budur ki, ölək da. Gedir radio televizyonu alaq deyə ki, bura Təbriz Güney Azərbaycan Türk Cumhuriyyəti. Sonra da deyək ki, eyni İbrahimi kimi ki, Pişəbəri zamanı qaldı və edam oldu. Deyək ki, mən edam oldum. Tamam, iftixarla necə edam oldum. 108 oxuyuruq. در صورتی که می‌دانیم جاده خطرناک است و ممکن است دشمن در آن کمین کرده باشد هرچند این جاده کوتاه‌تر جاده باشد نبایستی در آن قدم نهاد. Əgər bir dənə caddə bilə düşmən orada kəmin qoyubdu. Yəni orada gizlənibdi. Orada tələ qurubdu. Deyir biz ora girməyəcəyik. Hətta bilək ki, bura yaxındır. Biz bu uzaqdan getməliyik. Çünki düşmən sizi öldürməsin, özünüzü düşmənin ölümünə verməyin. Oradan ki mümkündür düşməni salın tora, düşmənin toruna düşməyin. Əlbəttə ordularda bu vardı. Bayaqların da bunun itiraf olub. Toğmətiyyə. Yəni məsələn görürsüz ki bir 50 nəfəri göndərir Ustandariyə ya Sipapastaranın üstünə ya filan yerə. Bunlar gedirlər ora 100 nəfər, 1000 nəfər əsən göndərir bura. Amma bir əsli hədəf orada radio televizyon monitorinqdir. Gedir radio televizyonu alır, monitorinqi alır. Çünki bu iki dana mühümdür. Şəhərdə siz bunu monitorinqi alsaz və televizyonu oradan belə göndərə bilərsiniz, göstərə bilərsiniz ki, millət baxın, əlan məsələn Sipapastaran filan yerdən çıxdı, oranı bağlayın. Millət oranı bağlar. Filan yerə getdi, oranı qoymayın. Filan yerə daş tökün. Çünki dürbünlərdən baxırsınız, görürsünüz şəhəri. در صورتی اوضاع و احوال اساور و دشمن آماده نبرد تا سرحد مرگ باشد به لشکر به هر چند بتوان حمله کرد نباید hücum بود. Əgər görsəz ki, düşmən təliyə düşübdür, amma ölüməcən deyir ki, mən burada savaşacağam. Deyir ki, bunda onu qoymayın, bir yol qoyun qaçsın. Ona yol qoyun qaçsın, qoymayın ölümünə savaşsın. Çünki əgər bilsə öləcəkdir, deyəcək ki, tamam mən təslim olum, niyə təslim olum, bəs ölüm, niyə qaçım ölüm. Yəni qaçmaq ki yolu yoxdur, təslim də olmaqda öldürəcəklər, bəs mən qoyun ki, baxın bunlara imkan yaradacaqsınız ki, təslim olarlar ya qaçalar. Yəni bir qaçaq yolu qoyacaqsınız ki, oradan çıxsın qaçsın. یک لشکر ولو تک افتاده و قابل حمله نباید مورد حمله قرار گیرد. Əgər bir dənə şəhər tək qalıbdır, mühasirədədir, deyir yenə də onu həmlə eləməyəcəksiniz. Çunanki این احتمال باشد که شهر مذکور ذخایر غذایی کافی دارد. Əgər bu ehtimalı verirsiniz, niyə həmlə eləməyəcəksiniz ki, əgər bilsəz ki, bunun yemək, suyuzadı kafi qədər var. Bir il orada dözə bilərlər. Və ləşkəryani tazə nəfəs با فرماندهی آگاه از آن دفاع می‌کنند. Əgər bilsəz ki, onların ordusu var ki, oradan difa edə bilər. Əlbəttə biz bilirik ki, Azərbaycan şəhərlərində həylə bir ordu yoxdur ki, şəhərdən difa eləsin. و وزیرانش صادق هستند و نقشه‌هایشان قابل کشف نمی‌باشد. و bilirsiniz ki, bu şəhərin vəzirləri, tutandarları, fərmandarları əvvələn xain deyirlər, almamışıq onları. Çünki bu da mühümdür. Biz gərək onları məsələn alaq. Almaqların yolu dostlar, bəzi vaxtlar rüşvə ilə də verirsiniz, deyirsən ki, biri budur. Amma bəzən əman verirsən. Deyirsən ki, timsar fulani, sərləşkər fulani, fərmandehi fulan. Sizin evinizi və ailənizi bilirik hardadır. Əgər bəsici ya ərteşi ya sipahı çıxarsınız xiyabana, əhliyarınızı tutacaq. Famillərinizi tutacaq. İstəyirsən ki, sizə və ailəzə bir müşkül gəlməsin, təslim ol. Heç kəs inanmıram ki, öz ailəsini xətərə sala və deyə ki, mən məsələn Tehrandan dəstur gəlibdir, Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Həmədanda, Xovda, Cermidə, Şəbistərdə adam öldürəcəyəm, qətliam eləyəcəyəm. Mənim də əhliyalım oradadır. Heç kəs inanmıram bu vəziyyətə girsin. Hətta məsələn bir dənə fərmanda pərvazi deyirlər də indi, uçaqla gəlir gedir. Ona desən ki, Tehranda əhliyalığı yeri bilirik. Əgər bu dəsturu versin, əhliyalığı biz tutacaq. Və calib budur ki, bunu deməmişdən qabaq bir 5 nəfər göndərəsən, onun əhliyalını tutalar.
Ondan sonra onun işi qurtardı. یک زمین ولو مالکینش محل بحث و گفتگو باشد نبایستی موضوع جنگ شود. Bir dana torpaq, onun maliki bizik, sənsən deyib bunun üstüne savaşmayın. در صورتی که بدانیم وقتی تصرف شد دفاع از آن دشوار است. اما o zaman ki bilaq o zaman ki onu aldıq. İndi yaxşı beləsi. Bunu mən deyim. Ondan difa eləmək çətindir. Deyən nə mənə? Məsələn indi farslar deyirlər ki, Fars adında bir millət yoxdur. Bu çox gözəldir. Farsistan adında bir bölgə də yoxdur. Bunu da deyirlər. Deyirlər bir dənə Ustani Fars var, o da çox kiçik bir yerdir, çox da türkdür, ərəbdir filandır. Tamam dostlar, diqqət buyurun. Burada bir dənə məsələ var. Əvvələn mən baxırdım tarixə, çoxdan da bunu dostlardan yazdım. Fars ustanı deyə bir ustan tarixdə yoxdur. Mən baxdım, gördüm, məsələn yazıblar ki, filan zamanda yazıblar, İranı bölüblər 6 ustana Rıza Şah dövründə, məsələn 1312-də və məsələn 1326-da İranı bölüblər. 26 Məhəmməd Rıza dövründə. 6 ustana deyil bölüblər. Yazır ki, məsələn Azərbaycan, Kirman və Bəluçistan, Ərəbistan, nə-mənə. Sonra axirdə bir dənə Fars gətirir. Fars adında əgər onları qoysaz, məsələn Əl-Əhvazın nəqşəsini qoysaz, Bəluçistanın, Kirmanın nəqşəsini qoysaz, bu tərəfdən də məsələn Azərbaycanın zad qoysaz, görürsünüz ki, orada Farsa yer qalmadı. Orada Ustanı Fars ola bilməz ki. Bunu sonralarda yerləşdiriblər ki, şey eləyərlər. Yəni bir dənə Ustanı Fars tarix düzəldilər. Hala indi deyək ki, bunlar dedilər Fars. Məsələn əcəba məsələn Kaşanın ətrafında, ya Yəzdin ətrafında, ya Kəbirin ətrafında bir yerlər var, boşdur. Biz indi sabahları İran dağılanda biz getdik buranı alaq. Və onlar orada bir 100 min sərbaz yığdılar. Əcəba biz məsələn oraya o 100 min dənə sərbazı məsələn Kəbirin üstündə savaşaq. Deyir ki, burada diqqətli olun. Və ya əs təsərrüfan heç faydayı aid nəmişəvəd. Ya o yeri alsaz da belə deyir ki, heç faydası sizə yoxdur. Və ehtimalən, əlbəttə bunu deyim, deməyin Kəbirdə almayaq. Mən bunu televizyonda da demişəm, indi də deyirəm, əgər sabahları biz Farslarla istiqlal üstündə savaşsaq, çünki bir Fars milləti yoxdur, hüviyyəti Farsı yoxdur və topraq Farsa aid deyil, hər kəs o məntəqədə güclü olsa, alsa onundur. Biz də sabahları İran dağılanda Tehranda durmayacaq. Biz maşını sürəcək, Simnano, Yazdı, Kaşan gedəcək aşağıya. O tərəfdən Qəşqaylar, bu tərəfdən Türkmənlər gedəcək. Xorasanın altından tutdu, gəldi, ta buracan alacaq. Oracan ki, alabildik bizimdir. Çünki Fars özü deyir, mən Fars adında bir millət yoxdur. Milləti ki, yoxdur, onun toprağı da yoxdur. Qutuldu, getdi. Pəs sabahları hər kəs haradır, onda deməyəcək ki, bura məsələn Kəbir, Lutdur, Kəbir, Nəməkdir, Duz Kəbiridir, ya Lüt Kəbirdir, biz burada heç zat yox. Yox, biz onları alacaq, çünki onların qumu bizə lazım olur, heç olmasa. Heç olmasa qumun satarıq, heç olmasa qumun daşıyarıq, gətiririk, şəhərimizdə saxtıman düzəldərik. Yəni, istəyirəm deyəm ki, bir zaman Alaska çeliklərində Amerika ilə Alaska'nın arasında Kanada var. Salibdir. Yəni Amerika qırılıb Alaska'dan. Amma Alaska Amerikanın niyə? Ruslar onu o zaman buzuldu, satdılar. Bunlar da pul verdilər, aldılar Amerikalılar. İndi orada nəft çıxır. Torpaqdır, stratejik torpaq. Çox stratejik bir torpaqdır. Eyni halda ki, ildə də 6 ay ora gündür və orada əkinəcək var. İnsanlar yaşırlar. گرچه فرمان حاکم را باید به مهری اجرا درآورد ولی اگر فرمانده میداند که کنترل زیان بخش مرکز بر امور خطرناک است نباید آنها را اجرا کند. اگر فرمانده bir dəstur verər ki, bəllidir biz cibhədə bir iş görürük ki, onunla cür gəlmir. Deyir, onda o sözə qulaq asmasın. Geçsin qabağa işin görsün. بایستی که این 5 احتمال را در همان لحظه‌ای که برابرشان قرار می‌گیریم و با توجه به اوضاع و احوال با yekdiyər həmahəng کنیم. Üstəki saydıqlarımız deyir, gərək bunlara baxışırıq. Hangi vəziyyətdə yox, ondan onu tutuşduraq və qoymayaq ki, xətərli olsun. Xətərli qorxunc olmasın. Zira پیشاپیش تصمیم گیری راجع به آنها امکان پذیر نیست. Amma deyir, öncədən biz ona görə fərmanda dəstur verə bilməz ki, belə olsa belə. Biz orada gördük belə oldu, orada savaşacağıq. به همین دلیل فرمانده آگاه در مشورت‌های خود بایستی در آن واحد هم عوامل مساعد و هم عوامل غیر مساعد را به حساب بیاورد. Bir dənə aydın düşüncəli fərmanda deyir ki, eyni halda həm gərək görə ki, nə mənim nəfimədir, nə mənim zərəlimədir. Onları gərək sala çıxar. Nə mənə köməklik elər ki, indi Farsları bu məmləkətdə sındıram, nə mənə köməklik elər ki, Farslar məni sındıram.
Bunları gərək eyni halda düşünə və təsmin tuta. فرمانده خطرات ریشه بسته و پیوسته به فواید آن است و فوایدی را که بسته və پیوسته به xətaratəndə səbək səngin qırar. Bəzi deyir xətərlərin faydaları var, bəzi faydaların da xətəri var. Deyir gərək bunlara fərmanda hesabla çıxar ki, mən istəyirəm bu faydanı əldə gətirəm. Bunun üçün nə risk eləməliyəm? Mən mümkündür adamlarım ölə, mümkündür ev eşiyim dağıla, amma mən falan yer almalıyam. Rusiya dəqiqən bu işi görür. Deyir ki, mən 2 dənə iyaləti heç olmasa almalıyam, bir də Ukrayna müsəlləh qüvvəsi olmamalıdır. Qeyri-müsəlləh olmalıdır. Yəni deyir ki, Ukrayna Alman kimi haqqı olmasın, silahlansın. Bu Rusiyanın şərtlərindən. İndi bunu almaq üçün gəlib bir belə xəsarət vurur, ya bir belə şey edir. Bu ola bilər. Çünki onun qabağında bir belə tankı partlayacaq, təyyarası partlayacaq, helikopteri partlayacaq, sərbazı öləcək filan bəhman. Deyir ki, bu xətər ərzişi vardır ki, mən o torpağı alam. فرمانده با توجه به عوامل مساعد طرح خود را قابل دوام می‌سازد و با توجه به عوامل نامساعد ممکن است دشواری‌های را حل کند. Deyir ki, fərmanda görür ki, bir dənə müsait bir şeylər var ki, mənə köməklik eləyə bilirəm ki, tərhlərimi, nəqşələrimi icra eləyəm. Amma bir şeylər də vardı ki, məni qoymaz tərhlərimi icra eləyəm. Deyir ki, bunları gərək düşünə və onların qabağında icra. Tikrardır, əslində elə həman sözü tikrar edir. وقتی ما در صدد گرفتن امتیاز از دشمن برمی‌آییم فقط نباید به امتیاز مورد توجه بیاندیشیم. Deyir biz oradan isə bir imtiyaz alaq, deyir ona fikirləşməyin o imtiyaza. Bəlkə ayrı bir şeylərə də fikirləşin bunun ətrafında. بلکه نخست باید به این مسئله توجه کرد که اگر دست به چنین کاری زدم دشمن از چه راههایی میتواند به من ضرر بزند. Əgər mən istəyəm bu imtiyazı alam, oranı alam, düşmən haralardan və nə cürə mənə zərər vura bilər. Bunu gərək düşünək. Hun hissi adında bir mütəxəssis deyib ki, fəvaid və zərərha hər یک bər digəri mütəqabilən əsər میگذارند. Fərmanda roşənbin məşvərət میکنند. Deyir ki, faydalar və zərərlər bir-birlərinə əsər qoyarlar. Bir-birini zəiflədər ya gücləndirər. Deyir, biz gərək bunları məşvərət edir dostları ilə ki, mən neyniyim burada? Ordunun üzvləri ilə məşvərət edir ki, biz burada neyniyək? Bu zərərlər ola bilər bu faydanın qabağında, bu faydalar da ola bilər bu zərərlərin qabağında. Neyniyək? Bunun üçün məmulən ordularda deyərlər ki, məsələn, 5 nəfər davtələb istəyirəm geçsin, məsələn, bu işi görsün. Amma öləcəklər. O 5 nəfər gedərlər, orada ölərlər, amma bir dənə iş olar, düşmən böyük zərər verir. کسی که میخواهد همسایگان را وادار به اطاعت از خود کند دوستان دقت buyurun با ضرر زدن به آنها در این کار موفق میشود. Əgər deyir ki, biz istəyək dostlarımızı, qonşularımızı özümüzdən itaətə gətirək. Neçə yolu var? Bir budur ki, onlara tamaha salaq, bir budur ki, onlara zərər vuraq. Deyir, zərər vursuz olar şey olar. Diqqət buyurun, məsələn, Güney Azərbaycanın meşələri o tutur yanır. Neçə ildir? Amma Rəfsəncanın, Yəzdin, Kirmanın püstəlikləri yanmır. Cəlib budur, dünəndən bir video qoyublar, sağ olsunlar dostlar bunu. Mən bu sözü danışandan sonra ya dostlar ağıllıca qoydular, ya elə bu heç buna rəbti yox idi. Gördüm ki, püstəliklər buna görə ki, qışda donmasın ağaçlar, diqqət buyurun. Donsalar zahirən püstə verməyəcəklər gələnlik, bəlkə öləcəklər. Gətiriblər ağaçların 1-2 metr ağaçdan aralığına od yandırıblar. Cəlib budur ki, əgər bizdən bir dənə cəsarətli bir adam motoru minə görə gedir, əyağı ilə bunlara bura, bu ağaçlara tərəf gedir. Bu ağaçlar yanalar. Niyə bizim meşəmiz yansın, onların püstə meşələri yanmasın? Yəni, bunlar birlikdə cəsur adam istəyir. Söyüş verən adam istəmir. Cəsur. 2-3 nəfər olacaqlar, motoru minəcəklər, düşəcəklər bu meşələrə, yandıracaqlar, tutacaqlar, da gedəcəklər, tutulurdular, da gedəcəklər, edam olacaqlar, məsələn. طرحها و نقشه‌های ضرر زدن به دشمن در قالب یک روش معین نمی‌گنجد. Deyir bir dana məmuli düşmənə bir cür elə zehnimə gəlməsin belə zərbə vurmaq olar. Düşmənə çox zərərlər, müxtəlif yollarla zərər vermək olar. Gah az ətraf düşmən oqala və əşqas sahib fəzilət را دور کنید. Deyir ki, düşmənin dövrbərindən ağıllı başlı insanlar uzaqladın. Ta niyə? Deyir ki, ağıllılar ona məşvərət verməsinlər. و یا خائنانی را به کشورش بفرستید تا بنیان اداره وی را ویران کنند. Bəzi özlərindən olan xainləri bir göndərin, onların içinə qoyun, onların iqtisadların, şeylərini dağıtsınlar. Dostlar, zahirən qutardı.
Mən çalışım bu səhifəni 20 saniyə qalır. İnanmıram bu səhifəni qutaram, amma son paragrafda qaldı. 109-cu səhifənin son paragrafında qoyduq qaldı. Biz yarın umaram ki, sizinlə yenə görüşərik və bu haqqda danışarıq. Sağ olun, sağ qalın, gecəniz xeyirli qalsın.